Peyğəmbər s.ə.v-in təşəhhüd forması 53 rəqəminə oxşayardı deyir. Əlini tutduğu zaman. 53 rəqəm ərəbcə. Təsəvvür elə. 55 necə yazılır ərəbcə və 3 necə yazılır. Təsəvvür elə bildin mi? Əl forması 53 rəqəminə oxşayardı. Bu dairə nədir? Bizdəki 0 ərəb dilində rəqəmi 5'dir. Bu forma nədir? 3'dür. İkisini birləşdirəndə 53 rəqəm gəlir. Təsəvvür elə. Hədis səhihdirmi? Səhihdir. Harda gəlir? Sahih Müslimdə. İmam Abu Hanifəyə bu hədis çatmış olurmu? Peyğəmbər s.ə.v-in əlinin 53 rəqəm tutumu bəli çatmış olur. İmam Şafiiyə çatmış olurmu? Çatmış olur. İndi baxın, anlayışında sadəcə ixtilaf var. Hədisin əslində kimsə inkar eləmir. İmam Şafii rahimehullah deyir ki, və həmçinin İmam Əhməd ibn Həmbəl deyir ki, İdə təşəhhədə əhədukum, təşəhhüd etdiyiniz zaman, təşəhhüd kəlməsi. Deyirlər ki, bu oturuşun adıdır. Kəlmə şəhadətin adı deyil. Oturuşun adıdır. Madəm ki, sən oturdun təşəhhüddə, onun boyu əlbi belə tutursan, 53 rəqəmi davam edir. İmam Əbu Hanifə deyir ki, hədisdə gəlir ki, İdə təşəhhədə, yəni kəlmə şəhadəti gətirdikdə əlbi belə tutursan, kəlmə şəhadəti gətirində 53 rəqəmi gətirirsən. Təşəhhədə. Naam. Yəni təşəhhədə kəlməsi kəlmə şəhadəti dedikdə. Hənəfi məzhəbində bugün nədir? Əşhədü ən la ilahə illallah dediyində bal-bal qalxır. Bəli, 53 rəqəmə gəlir, sonra açılır. Hədisin əslində kimsə inkar eləmir ki. Hədisin anlayışında ixtilaf var. Ona görə o böyüklərimiz bunu başa düşdükləri üçün ta əksinə sevinirlər. Deyirlər, elhamdülillah, nə qədər gözəl məfhumla yanaşırlar.